Quba İdman İstirahət Təlim və Tədris kompleksində Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, əlilliyi olan şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə əlilliyi olan şəxslərin hüquqlarının dövlət qurumlarında təmin edilməsi mövzusunda təlim proqramı keçirilib. Təlimdə Gənclər və İdman Nazirliyinin, Gənclər Evi Sosial Xidmət müəssisələrinin və regional Gənclər və İdman idarələrinin əlilliyi olan gənclərlə çalışan əməkdaşları iştirak ediblər. Tədbir çərçivəsində iştirakçılar ümumilikdə 9 saat davam edən müxtəlif mövzularda təlimlərə, əlilliyi olan şəxslərin dövlət qurumlarında xidmətlərə əlçatanlığının effektiv təmin olunmasına dair situasiya analizlərinə və interaktiv qrup işlərinə cəlb ediliblər. Proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Siyasəti şöbəsinin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Nərmin Fətəliyeva və əlilliyi olan şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov təlimçi qismində çıxış edərək mövzu üzrə fəaliyyət strategiyalarını iştirakçılarla bölüşüblər.